Bircins elektrik sahəsində 18 milli kulon yük bir nöqtəsindən 3 nöqtəsinə yerini dəyişən zaman sahə 360 millijoule iş görmüşdür. Biz bilirik ki, iş yükün potensiallar fərqinə hasili ilə tapılır. 360 bərabərdir 18 vur fi1 çıxılsın fi3. Onda fi1-dən fi3-ü çıxanda bizə verəcək 20. Və bu bircins elektrik sahəsi olduğuna görə intensivliyin qiyməti konstantdır. Onda belə tapa bilərik. Y bərabərdir. Fi1 çıxılsın fi3 bölünsün bunların arasındakı məsafə. 3D üstə gəldi. Bu eləyir 4D. Aha. Və bu bərabər olacaq. Bizə deyir ki, 1 ilə 2 nöqtələr arasındakı gərginliyi hesablayın. İndi gərginlik potensiallar fərqidir. İndi biz tapmalıyıq. Fi1 çıxılsın fi2. Bunların arasındakı məsafə nə qədərdir? 3D'dir. Bölünsün 3D. Onsuz da intensivliklər bərabər olduğuna görə biz bu nisbətləri bərabər edə bilərik. Yəni U böl D, bu da U böl D. İkisi də bizə intensivliyi verir. İntensivlik də bircins elektrik sahəsində bərabər olur. D'lər buradan ixtisar gedir. Fi1 çıxılsın fi3-ün 20 olduğunu tapmışam. Fi1 çıxılsın fi2 bölünsün 3. 20-ni 4-ə böləndə 5 eləyir. Buradan da alıram ki, fi1 çıxılsın fi2 bərabər olacaq 3 vur 5, yəni 15.